Aparıram diplomatı şamlarını dəyişməyə. Artıq vaxtı gəldi. Həm də özüm də hiss eləyirdim ki, indiki şamlar artıq öz işlərini görüblər, köhnəliblər. Və apararkən də istəyirəm Elçin Usta ümumi bir baxış keçirsin. Avtomobilin ümumi vəziyyəti necədir, hansı işlər görülməlidir, artıq çünki sezondur, isti havalar başlayır və bu avtomobilləri sürmək vaxtı gəlib çatdı. Ümumiyyətlə, bu avtomobillər sürülməlidir. Avtomobil nə qədər sürülməsə bir o qədər çox problem yaradır, amma bir də onu da nəzərə almaq lazımdır ki, soyuq havalarda, nəm havalarda, qarlı, yağışlı havalarda da onları sürmək məsləhət deyil. Çünki köhnə avtomobillər biraz daha həssasdır. Amma sezon çatdığına görə indi qulluq zamanıdır və lazımi qulluğu biz buna göstərəcəyik. Yoldayıq, baxaq, gedək, başımıza nə iş gəlir. Usta, salam. Salam. Necəsiz? Gətirdik diplomatı. Çox realitet bir avtomobildir. Bugün nə iş görəcəyik? Bugün alışdırma şamlarını dəyişəcəyik. Belə ilk baxışda vəziyyəti nədir? Hansı işləri sonra görməliyik? İlk baxışdan bizdə maşın vizual olarkən normal vəziyyətdədir. Bir balaca burada bizdə yağ buraxan yerlər var. Klapanova qapaq deyirlər buna, Klapanova krışka, bu buraxır. İnşallah onu dəyişəcəyik. Belə bir kondisioner bizdə işləmir, sıradan çıxıb onun yenisi ilə əvəz edəcəyik. Əgər yenisi tapa bilməsə özünü bərpa edəcəyik Allahın köməyi ilə. Yavaş-yavaş işləyirik. Belə bir maşından işləmək bir şərəfdir. Hər adamı qismət olmuyor bir maşından işləmək. Bizə qismət oldu. İnşallah kimin arzusu, həvəsi var, qoy ona da qismət olsun, qoy işləsin. Yəni ki, bu maşına işləmə bir borcdur, yəni elə deyək. Şamlar buradadır. Bu köhnə şamımız. Çox istidir. Bu da təzə şamlarımız. Şamların qiyməti də biri 6 manat. Bizdə 6 silindr olduğuna görə 6 ədəd 36 manat. Bugün sadəcə şamları dəyişirik. Növbəti səfər gəlib qalan nə işləri varsa yavaş-yavaş hamısını Elçin Ustaya da birlikdə görəcəyik. İnşallah. Kimə nə lazımdır? Avtomix hər zaman qulluğumuzdadır. Kimə nömrə lazımdır, əlaqə nömrələri lazımdırsa yazın, sizə Elçin Ustanın nömrəsini göndərim. Tövsiyə edirəm, öz işini bilən ustadır, çox səviyyəli iş görür. Ona görə müraciət edə bilərsiniz. Deməli, alışdırma şamları dəyişmişik biz, qaydasındadır. Motorda səs var. Deməli, bunun kulaçoklarına çox güman ki səs gəlir. Mən bunu yuxarıdan daha çox eşidirəm. İnşallah dəqiq mən bilmirəm, bu motorlarla biz işləməmişik. Məlumatım yoxdur. İnşallah bunun üst kapağını çıxardar, baxar. Əgər bunun kulaçoklarını şupla regulovka eləmə olursa, biz onu eləyək. İnşallah motor saat kimi işləyəcək. Ancaq bu dəqiqə hal-hazırda səsli işdir, çox səsli işdir. İnşallah biz onu açıb baxarıq və düzəldərik. Gələcək, açıb baxacaq, hansı işlər varsa, hamısını yavaş-yavaş görəcək. Bugün isə alışdırma şamlarını dəyişik qurtardıq, düzdür? Yenisini əvəz eləmişik, bəli. Bugünlük bu qədər qısa bir video oldu. Növbəti səfər ya Porsche ilə ya bununla yeni videolar gələcək.